Salam, Düşərgədə bir günü rubrikasında xoş gördük. Rəşid, günlərin necə keçir düşərgədə? İlk öncə salam. Mən Çexiyanın Praqa şəhərindən bura qatılıram. Praqada kiber təhlükəsizlik təhsili alıram. İlk öncə demək istərdim ki, burada çox gözəldir. Laçın şəhərindəyik. Azərbaycanın ən gözəl güşələrindən birindəyik. Burada günüm çox maraqlı keçir. Müxtəlif panellər olur. Çox hörmətli qonaqlarımız iştirak eləyir. Xüsusilə qeyd etmək istərdim ki, dövlətimizə təşəkkür edirəm bizi bura dəvət etdiyi üçün və bu tədbiri keçirdiyi üçün və həmçinin koordinatorlara da təşəkkür edirəm və qeyd etmək istərdim ki, biz burada fərqli gənclərlə tanış oluruq, dünyanın digər ölkələrindən gəlmiş azərbaycanlılarla tanış oluruq və günümün necə keçdiyini belə ifadə edə bilərəm ki, biz hər gün səhər dururuq, yeməyimizi yeyirik və sonra panellərdə iştirak edirik. Ondan əlavə biz Qarabağın digər şəhərlərində də gəzmişik. Xudafərin körpüsünü ziyarət etmişik, Şuşaya getmişik, Xankəndiyə getmişik və orada tarixi abidələrlə tanış olmuşuq. Və ondan əlavə burada müsabiqələr keçirilir və xüsusilə mən digital texnologiyalarla bağlı müsabiqədə birinci yer tutdum və Rabolan şirkətinə təşəkkür edirəm sponsor olduğuna görə. Birinci yerlə bağlı təəssüratlarınız necədir? Hansı hissi yaşadınız? Birinci yer tutacağımı sözün açıq əvvəlcədən bilirdim. Çünki kiber təhlükəsizlik təhsil alıram və müsabiqə onunla bağlı idi. Amma yenə də mən çox sevinç hissi keçirdim qalib olduğum zaman və digər yer tutanları da təbrik edirəm həmçinin buradan. Və ondan əlavə burada mənim üçün ən xüsusi anlardan biri sabiq Xarici İşlər Nazirimizin iştirakı oldu. O çox gözəl çıxış etdi burada və həqiqətən gənclərə önəmli bir xəbər verdi və gəncləri maarifləndirdi. Ondan əlavə qeyd etmək istəyirəm ki, burada biz asudə vaxtımız da maraqlı keçiririk. İnteraktiv oyunlar oynayırıq, futbol var, basketbol var və digər masaüstü oyunlar oynayırıq. Bu qədər. Rəşid, buradan öz ölkənizə qaydanda düşərgə ilə bağlı, Qarabağla bağlı hansı təəssüratlarla ayrılacaqsınız? O təəssüratdan ayrılacağam ki, mən 2020-ci ildə Qarabağ və Şərqi Zəngəzur zonası işğaldan azad olunan zaman bir gün deyirəm ki, mən də bura gedəcəm, amma bilmirdim nə vaxt gedəcəm. Və mən öyrənəndə ki, bu düşərgədə iştirak edəcəm, çox sevinç keçirdim və həqiqətən Praqaya qaydanda fikrimdə olacaq ki, bir daha bura gəlməliyəm, bir daha Qarabağı ziyarət etməliyəm. Rəşid, buradan dünya Azərbaycanlı gənclərinə nə çağırış edə bilərsiniz? Dünya Azərbaycanlı gənclərinə çağırış edə bilərəm ki, hər bir Azərbaycan vətəni, Azərbaycan övladı Azərbaycana xidmət etməlidir. Vətənin belə deyim sizə vətənin maraqlarına xidmət etməlidir. Çünki bildiyiniz kimi Azərbaycan dünyada tanınmaq üçün ilk öncə hər kəs Azərbaycan dilində danışmalıdır. Digər dillərdən, yəni digər dil bilmək yaxşıdır, amma əsas Azərbaycan dilində danışmaq lazımdır və öz mədəniyyətimizi tanıtmaq lazımdır. Hətta siz ana dilli bağlı dərslərə də qoşuldunuz. Dərslərdə müəyyən məlumatlar, bilgilər əldə etdiniz. Dürdana xanıma təşəkkür edirəm buradan. O bizə hal-hazırda Azərbaycan dili dərsləri keçir. Düzdür, mən Azərbaycan dili bilirəm, amma burada iştirak edənlərimiz arasında Azərbaycan dili tam olmayan gənclərimiz var. Dürdana xanım bizə Azərbaycan ilə təmiz və səlis danışmağı öyrədir. Bunun üçün ona təşəkkür edirəm. Və ondan əlavə burada biz Ziyalılarla görüşümüz olacaq. Ziyalılarla görüşümüz olacaq. Fəxrəddin Manafov, mən şəxsən onunla görüşmək istəyərdim və bu gün onunla görüşümüz olacaq. O bizim önəmli aktyorlarımızdan biridir. Kino tariximizin önəmli aktyorlarımızdan biridir, bəli. Çox sağ olun. Qarşıdakı günlərdə sizə uğurlar Rəşid. Çox sağ olun. Təşəkkür edirəm.